Bugün burada bizim görüşmemizin səbəbi milli qəhrəmanımız İbad Hüseynliyə həsr olunan bir kompozisiyaya aiddir. Fərahi müəllim çox sağ olsun ki, buna xüsusi diqqət göstərib və Fərahi müəllim bir daha təşəkkür edirəm ki, məni də bu kompozisiyaya sövq etdi ki, heç olmasa səsimizlə də olsa bir hörmət məqamı olaraq öz əlimizdən gələni əsirgəməyək. Musiqi Fərahi müəllimə aiddir. Bu yaxınlarda inşallah milli qəhrəmanımıza həsr etdiyimiz yeni mahnımız ixtiyarınızda olacaqdır. Tezliklə. Azərbaycan elinin şərəfli adıdır İbad. Vətənimin bükülməz qolu qanadıdır İbad. Azərbaycan elinin şərəfli adıdır İbad. Vətənimin bükülməz qolu qanadıdır İbad. Torpağı uğrunda edib cihadı, qəhrəman İbadım sən gərə döndür. Günahsız körpələr ölməsin deyə, qəhrəman İbadım sən gərə döndür. Yenilməz İbadım sən gərə döndür. Vətən yad əllərdə qalmasın deyə, analar göz yaşını dökməsin deyə, günahsız körpələr ölməsin deyə, yenilməz qəhrəman sən gərə döndür. Əzəldən marağı olub hərbiyə, ailədən bu cürə alıb tərbiyə. Analar göz yaşı tökməsin deyə, qəhrəman İbadın